Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, bugün mən sizə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər haqqında danışacağam. Biz bilirik ki, cümlədə elə ifadələr var ki, onlar cümlə üzvləri ilə məna baxımından əlaqələnsə də, qrammatik baxımından onlar nə olur? Əlaqələnmir. Və biz də belə sözlərə xitab və ara sözlər deyirik. Onlar cümlə üzvü olmurlar, heç biri sintaktik əlaqədə olmur. Birinci başlayırıq elə xitabdan. Gəlin görək xitab nədir? Xitab cümlədə müraciət olunan şəxsi və yaxud əşyanı bildirir və əsasən xitab adlı-kallı isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən sözlər, söz birləşmələri də xitab ola bilir. Məsələn, həyat, sən nə qəribəsən, ayağa qalx, Azərbaycan, odlar yurdu, niyə qaşların çatılıb və s. Xitablar həm canlı ola bilər, həm də cansız ola bilər. Mübtəda və xitab biz bildiyimiz kimi formaca oxşar olsa da, aralarında amma ciddi fərqlər var. Gəlin elə o ciddi fərqlərə baxaq. Hər ikisi adlı kaldı olan söz və birləşmələrlə ifadə olunur. Xitab müraciət bildirir. Mübtəda isə nə olur? Müraciət bildirmir. Xitab cümlə üzvü olmur. Mübtəda isə cümlə üzvüdür. Xitab sintaktik əlaqəyə girə bilmir. Mübtəda isə sintaktik əlaqəyə girə bilir. Xitab əvəzlik, məstərlə ifadə oluna bilməsə də, mübtəda isə ifadə oluna bilir. Xitab müraciət bildirdiyi üçün məzmunca ikinci şəxs, bax, xitab müraciət bildirdiyi üçün məzmunca ikinci şəxs, formasına görə üçüncü şəxsdir. Məzmunca ikinci şəxs, formasına görə üçüncü şəxsdir. Məsələn, Lalə dərslərini oxu cümləsində Lalə ismi xitabdır. Məzmunca ikinci şəxs, yəni sən əvəzliyinin məzmunca bərabərdir. Amma ifadə vasitəsinə görə nədir? O üçüncü şəxs. Xitablar sözlə sadə, düzəltmə və mürəkkəb ifadə olunduqda sadə olacaq. Sərbəst söz birləşməsi ilə ifadə olanda isə mürəkkəb olacaq. Məsələn, uşaqlar, buraya gəlin, bu sadə xitab. Vətən oğlu, hamı sənə inanır. Bu isə mürəkkəb xitab olacaq. Xitab cümlənin əvvəlində işləndikdə adi intonasiya deyilərsə özündən sonra vergül qoyulur. Yüksək hiss həyəcanla deyilərsə nida işarəsi. Məsələn, sevgilim, gözlərin düşür yadıma. Gözəl vətən, mənan dərin. Deməli, burada nidadı qoyula bilərmiş. Ən əsas məqamlardan biridir ki, adi intonasiya deyilərsə vergül, yüksək intonasiya deyilərsə nida işarəsi qoyulur. Xitab cümlənin ortasında işləndikdə hər iki tərəfdən vergül işarəsi qoyulur. Bizə Vahid gecikmək, mən də qardaş sənin kimi dağ aşmalıyam və s. Xitab cümlənin sonunda işləndikdə özündən əvvəl vergül, sonra isə cümlənin məqsəd və intonasiyasına uyğun durğu işarəsi qoyulur. Deməli, xitab cümlə üzvləri ilə sintaktik əlaqədə olmasa da, məna əlaqəsində ola bilir. Xitab cümlə üzvləri sintaktik əlaqədə olmasa da, ifadə vasitəsində sintaktik əlaqədə ola bilər. Bu nə deməkdir? Məsələn, xitab söz birləşməsi ilə ifadə olunur. Mənim romantikam, sən də qanadlan. Burada mənim romantikam xitabdır. Amma neçənci növ təyin söz birləşməsidir? Üçüncü növ. Və üçüncü növ təyin söz birləşməsinin daxilində həm idarə var idi, həm uzlaşma. Deməli, xitab özü desək ki, sintaktik əlaqədə olmur. Amma onun vahidi işlənən üzvü özü bəli ola bilər. Məsələn, xitab rolunda işlənmiş sözün və söz birləşməsi xitab olması elə onun sintaktik vəzifəsidir. Sintaktik vəzifə daşımaq üçün sözün və ya söz birləşməsi cümlə üzvü olması şərt deyil. Xitab çağırış nidalarını işləndikdə vergül xitabdan sonra işlənir. Məsələn, ay uşaq, orada oynamayın. Əgər xitab ey nidası ilə işlənərsə, vergül intonasiyadan asılı olaraq nidadan sonra qoyula bilər. Ey insanlar, haqqı gizlətməyin. Ey insanlar, haqqı gizlətməyin. Görürsünüz, hər iki tərəfdən. Məstər əvəzlik təsriflənən feillər, feili bağlama və yaxud tərkibləri, bunlar, əsas bunlar xitab ola bilməzlər. Xitab rolunda işlənən ki, sözün vurgusu adətən bir heca əvvələ keçir. Lakin xitab çağırış nidası ilə işləndikdə sözün vurgusu dəyişməz. Hanı mənim gördüyüm yığıncaqlar, dağlar cümləsində dağlar xitabında vurğu birinci hecadadır. Bu cümlənin hanı mənim gördüyüm yığıncaq, ay dağlar desək, onda burada xitabında nə olacaq? Vurğu ikincidə olacaq. Çünki vurğunu biz elə ay nidasının özünün üzərinə vurduq. Sonra gəlir ara sözlər. Yəni, bunlar bir yerdə danışırıq ki, bunlar qrammatik cəhətdən, sintaktik cəhətdən o üzvlənməyən və s. o qayda ilə bağlıdır.
Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Məsələn, ara sözlər ifadə vasitəsinə görə söz, söz birləşməsi və cümlə şəklində olur və bu da onu modal sözlərdən, modaldan əsas yazıram bura, fərqi. Modaldan əsas fərqidir. Söz, yəqin sən də gedəcəksən. Söz birləşməsi mən bilən, sözün düzü, cümlə düzdür, necə deyərlər və s. Cümlə formasında olan ara sözlər zahirən görünüşünə görə xəbər formasında olduğuna görə cümlə şəklində hesab edilir. Belə nümunələr cümlə əlamətlərini ilk növbədə bitmə intonasiyasını itirib. Əgər desə ki, ara sözlərin cümlə şəklində olması bitmə intonasiyasını qoruyub, xeyr, səhvdir. Ara sözlər cümlənin əvvəlində işləndikdə özündən sonra vergül qoyulur. Məsələn, deyəsən, bu imtahan asan olacaq. Müxtəsər belə işlərdən kənarlaşın. Ara sözlər cümlənin ortasında işləndikdə hər iki tərəfdən vergül qoyulur və cümlənin sonunda işləndikdə özündən əvvəl vergül, sonra isə cümlənin məqsəd və intonasiyasına görə durğu işarəsi nədirsə, o da qeyd olunur. Baxın, deməli, ara sözlər təsdiq bildirənlər, əlbəttə ki, sözsüz ki, şübhəsiz ki, şəksiz, doğrudur və s. Güman, şübhə, bəlkə də, deyəsən, güman ki, görünür, olmaya, olsun ki, fikir mənbəyini bildirənlər. Məncə, sizcə, mənə görə, deyilənə görə, mən bilən, siz bilən, nəticə və sıra bildirənlər. Nəhayət, beləliklə, demək, deməli, xülasə, qısası, əvvəla, təəssüf bildirənlər. Heyf ki, təəssüf ki, əfsus ki. Və burada da bir neçə qeyd var. Ara sözü rolunda işlənən sözün və ya birləşmənin ara söz olması elə onun sintaktik vəzifəsidir. Sintaktik vəzifə daşımaq üçün sözün və ya söz birləşməsi cümlə üzvü olması şərt deyil. Ara söz cümlə üzvü ilə sintaktik əlaqədə olmasa da ifadə vasitəsi sintaktik işlənə bilər. Məsələn, deyir burada, mənim fikrimcə, sən də gəlməlisən. Mənim fikrim neçənci növdür? Üçüncü növdür. Üçüncü növün arasında nə var? İdarə və uzlaşma. Ara sözlər cümlə üzvü ilə sintaktik əlaqə olmasa da məna əlaqəsində ola bilirlər. Bir də mən nə demək istəyirəm uşaqlar? Məqsəd və intonasiyaya görə növləri bilirik ki, nəqli, sual, əmr və nida cümləsi var. Nəqli cümlədə biz bilirik ki, əşya, hadisə, əlamət haqqında məlumat verilir, adi tonla deyilir, nöqtə işarəsi qoyulur və daha çox bu belə deyək də, nəqli cümlə ismi və yaxud feili xəbərli olurlar və nəqli cümlənin xəbəri heç vaxt nə ola bilməz? Əmr şəklində ola bilməz. Məsələn, onun kitablar stolun üstündə ismi xəbərli, ildırım çaxaraq dağın şiş təpəsində parçaladı feili xəbərli. Əsas sual cümləsidir. Sual cümləsində sual əvəzliyi ilə əmələ gələn sual cümlələri var. Məsələn, Azərbaycan nə zaman müstəqillik qazanmışdır? Ədəbiyyatımızda dramaturgiyanın əsasını kim qoyub? Hansı tarixi şəxsiyyətləri tanıyırsınız? Bax, bu sual əvəzliyi vasitəsilə var. Sual ədatları vasitəsilə var. Məsələn, şəhərdə məktub alırsanmı? Bəs onların dəstəyi var. Yəni, bunu öyrənmək o qədər çətindir. Məgər bu torpaq əcdadlardan yadigar deyilmi? Deməli, sual ədatları ilə də əmələ gələn cümlələr var. Və bir də yalnız sual intonasiyası ilə əmələ gələn cümlələr var. Belə isə biz burada sadaladıqlarımızın, yəni nə sual əvəzliyini, nə də sual ədatını orada görmürük. Məsələn, sən xəmsəni oxumusan, xəmsəyə daxil olan poema adlarını bilirsən və s. Yəni, bu üçdən nə əvəzliyi, nə ədatı görmürük, yalnız biz burada intonasiyanı görürük. Lakin başqa bir məqama da rast gələcək. Ola bilər ki, cümlələrdə yuxarıda vasitələr birgə işlənsin. Üçü birində. Bu üç birində varsa, bu olacaq kompleks sual cümləsi. Demək, kompleks sual cümləsi nə olur? Üçü bir yerindədir. Məsələn, bəs bu işləri kim görəcək? Sualına biz baxanda, burada bunu görə bilərik. Məgər o belə getməyəcəkmi? Məsələn, məgərə buradan baxsaq, burada miyə baxsaq və s. və əlaxır. Yəni, bir söz deyəcəkmi? Bəs kim getməli idi ki? Yəni, biz burada hər üç vasitənin də iştirak etdiyi sual cümlələrinə kompleks sual cümləsi deyirik. Hansı vasitə isə düzəlməyinə asılı olmayaraq, bütün cümlələrində az və ya çox dərəcədə sual intonasiyası olur. Bəzən sual əvəzi işlənsə belə, həmin cümlədə sual intonasiyası, yəni həmin cümlə əmələ gətirməyə bilər. Bu əsasən iki halda mümkündür. Bax, deməli, diqqətlə baxın uşaqlar. Deyir, bəzən sual əvəzliyi işlənsə belə, deməli, sual əvəzliyi işlənsə belə, cümlədə sual intonasiyası əmələ gətirməyə bilər. Bu nə deməkdir? Necə gətirməsin? 1. Əgər tabeli mürəkkəb cümlədə bağlayıcı söz kimi işlənsə, kim istəsə o da geçsin, fikir verin.
bağlayıcı söz kimi. Bir də sual əvəzi işlənmiş sadə cümləyə təsdiq və inkar ədatlarına cavab vermək. Uşaqların hara getdiyini bilirsən? Bəli, xeyr, fikir verdiniz. Deməli, bu əsasən sual intonasiyasını əmələ gətirməməsinin iki funksiyasını bizə bildirdi. Ona görə də bu məqamlarda biraz diqqətli olaq. Bir də əmr cümləsi isə məlum məsələdir ki, əmr, istək, xahiş, təklif, nəsihət, məsləhət olacaq və bir növ qayda olaraq əmr şəklində işlənəcək. Əmr ədatları da əmr cümlənin qurulmasında iştirak eləyir. Məsələn, qoy tez gəlsin, de cavab ver, bunu heç kəs deməsin, ha, bax heç nə yadından çıxmasın, bir söz desənə və s. və ilaxır. Və əmr cümləsinin sonunda da nə qoyulur? Nöqtə qoyulur. Nida cümləsi, burada bir-iki maraqlı məqam da var, ona rast gələcək. Nida cümlələrində biz nəqli, sual və əmr cümlələrini biz bir yüksək intonasiya deyəndə nida cümləsinə çevrilir və həyəcanlı vurğu ilə müşahidə olunur. Məsələn, yalnız intonasiya ilə ola bilər. Bura vətəndir, gözəl vətən tor azad olunur bir nidaların vasitəsilə. Amma bəzən nə deyir bizə? Bax, burada diqqətli olmalıyıq. Nida cümlələr nidaların iştirakı olmadan da formalaşa bilir və ya nəqli, sual və əmr cümlələrində də nida ola bilər. Deməli, hər zaman vacib deyil nidada olsun. Digərlərində də ola bilər. Baxın diqqətlə. Başqa sözlə, nidanın işlənməsi isə həmişə nida cümləsi yaratmır. Məsələn, aha, deməli, sən də gedirsən. Yəni, belə bir qayda çıxardırıq ki, nida olan cümlələr nida cümləsidir. Xeyr, səhvdir. Bütün cümlələrdə bu hal baş verə bilməz. Görün, aha, deməli sən də gedirsən. Bu nida cümləsi olmadı. Paho, məni də çağırıblar. Bu da nida cümləsi olmadı. Biri sual cümləsi oldu. Biri nəqli cümlə oldu. İndi buna baxın. Ey, bura gəlin. Nida ola, bu da oldu nə? Əmr cümləsi. Deməli, nida köməkçi nitq hissəsi işlənən cümlələrdə o cümlələr sualda ola bilər. O cümlələr nəqli də ola bilər. O cümlələr əmr də ola bilər. Biz nə etməliyik? Həmin o sualın məzmunundakı o cümlələrə baxmaq lazımdır. Əgər görsək həqiqətən də nidadırsa, bəli, nida kimi olacaq. Yox, əgər adi sual cümləsidirsə, nəqli cümlədə əmr cümləsidirsə, biz də nə o cümlənin növü kimi deyəcəyik. Bu qədər, növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun.